Artıq təxminən bir aydan çox keçib. Hər yerdə onu axtarıram. Uzaqdan hər buruq saçlı qız gördükdə elə bilirəm odur. Sevinirəm. Üstünə qaçmaq istəyəndə isə məlum olur ki, o deyil. Üzüm döyülmüş, pişik sifəti alır. Evernestə gələn hər kəsə bir-bir diqqətlə baxıram ki, bəlkə o yenə gələr. Amma yox, adamların heç biri o deyil. Bir ovuc boyda şəhərdə yaşayırıq. Gündə nə qədər adam görürük, amma heç biri o deyil. Nə avtobusdakılar, nə metrodakılar, nə şəhərdə gəzənlər. Heç biri o deyil. Sanki bir yuxu idi. Bəzən düşünürəm bəlkə mən xəyal görmüşəm. Hər gün otağımda uzun-uzadı seyr elədiyim şəkli Evernestdə canlandırmışam gözümdə. Amma yox, o canlı idi. Bu dəqiq xəyal deyildi. O gündən yuxularımın şəhzadəsi oldu. Amma heç adını belə bilmirəm. 3 saniyəlik baxışla həyatıma rəng qata bildi. Halbuki güzgüdən saatlarca özümə baxıb bunu edə bilmirəm. Tanrı hər şeyi çox maraqlı proqramlaşdırıb. O möhtəşəm gündən sonra artıq beynimlə yox, ürəyimlə düşünürdüm. Dünyanı artıq ağqara yox, rəngli görürdüm. Sanki yaşadığımı hiss edirdim. Əvvəllər nə istədiyimi bilmirdim, amma bildiyim bir şey var idi. Onu bir də görmək üçün çox şeydən vaz keçərdim. Yatsam yuxuma da girməzdi ki, nə vaxtsa aşiq olaram. Amma artıq özümü idarə eləmirdim. Çaya yuvarlanmışdım və mənə axını ilə aparırdı elə bil. Səhər işdən evə gəlib, ayaqqabılarımı belə soyunmadan qarnım üstə yatağıma atdım özümü. Cibimdə narahatlıq hiss elədim. Bu şəxsiyyət vəsiqəm idi. Həmişəki kimi üstümdə idi yenə. Cibimdə narahatçılıq yaratdığı üçün gözümü belə açmadan əlimi cibimə apardım. Eşələyib vəsiqəmi çıxartdım və uzağa tulladım. Dərin və yorğun bir ah çəkib, indi yata bilərik dedim. Dayan, dayan. Mən əlimi cibimə apardım. Eşələyib vəsiqəmi çıxartdım və onu uzağa tulladım. Aha, bəs sonra nə səs gəldi? Vəsiqəm yerə düşəndə səs fərqli gəldi. Bu su səsi idi. Mən okeanın ortasında adada yaşayıram bəyəm, deyə düşündüm. Heysiz halda bir gözümü açdım. Yalnız divar gördüm. Of eləyib ağır-ağır başımı otağın mərkəz tərəfinə döndərdim. Vəsiqəm Billinin bankasına düşmüşdü. Of, rahatlığımı pozmaq üçün hər şey edərsiz, deyə deyindim. Narazı halda vəsiqəmi bankadan götürmək üçün ayağa qalxdım. Əlimi bankaya salanda Billi təşvişə düşdü. Nədir? Qorxdun? Xanım, zəiflik? Qorxma qızım, səni yemək fikrim yoxdur, deyə Billini sakitləşdirdim. Sən bütün günü buzda necə qala bilirsən, Billi? Mən 20 saniyə qalan kimi ciyərlərim cırmaq atır. Yəqin vərdişdəm. Sən də bir danışmağı öyrənmədin ki, savadsız məxluq. Vəsiqəmi götürüb bir neçə dəfə silkələdim ki, qurusun. Daha mənim rahatlığımı əlimdən aldığı və səhər-səhər mənə əsəbləşdirdiyi üçün üzünə tüpürmək üçün yaxınlaşdırdım. Gözümə özüm haqda məlumatlar dəydi. Əvvəllər heç bunlara fikir verməmişdim. Əslində heç maraqlı da deyildi mənə. Burada mənim adım, soyadım, gözlərimin rəngi kimi elementar məlumatlar var idi. Birdən gözümə rəqəmlər dəydi. Bu mənim doğum tarixim idi. 1 iyul 1995. Tarixi gün imiş. Dünyaya Ben de Vuen gəlib. Bu il öz ad günümü qeyd eləməyi qət elədim. Amma indi hansı ay olduğunu bilmirdim. Havalar son dərəcə isti olduğundan yay aylarından biri olmalıydı. Amma dəqiqləşdirmək lazım idi. Dərhal vəsiqə əlimdə bayıra çıxdım. Evim yolun üstündə olduğundan adamların olmasına ehtimal elədim. Yolun o biri başında belində özündən böyük bel çantası olan oğlan uşağı gördüm. Geyimindən idman zalına getdiyini təxmin elədim. Hey, gəzən çanta, deyə yolun digər başına qışqırdım. Balaca oğlan mənə tərəf çöndü. Çaşqın baxışlarla işarət barmağı ilə özünü işarə edərək, mənimləsən, dedi. Yox, çanta ilə. Uşaq təəccüblə qaşlarını dartdı. Sənləyəm. Bu hansı aydı? İyul, deyə uşaq cavab verdi. İlk olaraq təəssüfləndim. Bu il ad günü qeyd etmə ehtimalım 30-da 1 idi, amma yenə də sonunda ölən ümidlərdi. Bəlkə biraz dəqiq olasan, ayın neçəsidir bugün? 1 iyul 2015 deyə uşaq narazı şəkildə qışqırdı. Bunu sifət eləməyinə bax, Ged o birini ilişdir, ağlı başına gəlsin. Qulağıma gələn səs. Çox sağ ol. 5 alırsan, deyərək sevincə evimə tərəf yönaldım. Hey, oğlan, ad günündə amma xəbər eləmirsən, hə? Nə məsələdir, küsmüşük, nə alım sənə, deyə özümlə zarafatlaşırdım. Evə keçib şadyanallıqla qışqırdım.
Billi, bu gün mənim ad günümdür. Məhz mənim, sənin yox. Məhz mənim ad günümdür. Nə almısan mənə? Yaxşı, yaxşı zarafat eləyirəm. Yat, oynanda Bendiyə ad günü keçirməyə gedirik. Nədənsə həyəcanlı idim. Heç vaxt ad günü keçirməmişdim. Bəlkə 10 yaşıma qədərki həyatımda keçirmişdim, amma təəssüf ki, onu heç cür xatırlaya bilmirəm. İnternatda yaşadığım zaman televiziyadakı filmlərdə ad gününün necə keçirildiyini bilirdim. Günorta saat 1-ə qədər yerimdə vurnuxdum. Amma gözümə yuxu getmədi. Billini bankası qarşı qoltuğuma vurub bir ovuc pul da götürərək evdən çıxdım. Özümüzü yaxşı hiss edə biləcək restoran tapmaq ümidi ilə şəhəri bir qədər gəzdik. Gəzə-gəzə böyük bir meydan açıldı qabağımıza. Üzərində yaşıl qatar şəkli olan hündür şüşə binanın qarşısındakı kioskdan bir şam aldım. Satıcı şam yandırmaq üçün kibrit lazım olacağını dedi. Ürəyimdə fikirləşdim, geridə qalmışıq, amma şamı çaxmaq daşı ilə yandıracaq qədər də yox. Kibrit də aldım. Geniş meydanda nəhəng kişi heykəlinin sağ tərəfində hər tərəfi qırmızı lentlə əhatələnmiş restorana girdik. Restoran binasının görünüşü köhnə dövrə aid binalara bənzəyirdi. Bayırda qaynar yay havası olsa da, KFC restoranında hava sərin və çox xoş idi. Billi ilə 2 nəfərlik masa seçdim. Billinin evini stula qoydum. Daha sonra masanın üstünə görə bilmədiyi üçün götürüb elə masanın üstünə qoydum. Hər şeyə maraqla baxaraq təşvişlə bankasının içində dövrə vururdu. Yaşıl rəngdə uniforma geyinmiş yeri təmizləyən xanımdan bizə kimsə yemək verəcəyini soruşduqda burada yemək vermədiklərini, yeməyi 2-ci mərtəbəyə qalxaraq özümüz götürməli olduğumuzu dedi. Billi yerində qaldı. Mənsə vurulan pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım. Özümə 3 qızardılmış ədviyyatlı toyuq tikəsi, xırda doğranmış qızardılmış kartof dənələri və eynəkli kişi şəkli olan qırmızı plastik stəkanda soyuq kola aldım. Billi üçün soxulcan soruşduqda isə satıcı qız üzünü turşutdu. Daha sonra gülümsəyərək, bizdə balıqlar üçün menyu yoxdur dedi. Çarəsiz qalıb Billi üçün göyərti alıb doğrayıb bankasına tökdüm. Yeməkləri masaya qoyub onlardan gələn ləziz qoxudan həzz alırdım. Özlüyümdə düşündüm. Doğrucu insanlar hər gün belə yeməklər yeyir. Yəqin uşaqlıqda mən də yemişəm bunlardan. Yaxınlıqdakı kioskdan aldığım çəhrayı rəngdə balaca şamı toyuq tikəsinin üzərində tarazladım. Şamı yandırıb burnumun altında ad günü mübarək Bendi mahnısını oxuyaraq şamı üfürdüm və qoydum cibimə ki, növbəti ad günüm üçün saxlayım. Yeməkləri yeməyə tələsmirdim. Ya da tələsirdim, amma yeməzdən əvvəl onlara doyunca baxmaq, onların mənim olduğunu düşünməyin verdiyi komfortunu yaşamaqdan həzz alırdım. Mədəm aşağıda daşqalaq edirdi məni. Axmaq, nə gözləyirsən? Haydi nuş olsun. Toyuq qanadından bir çimdiyi qoparıb Billinin bankasına atdım ki, sonra deməsin Bendi simicdi. Beləliklə yağlı, duzlu, ətirli toyuq tikəsi ağzıma doğru uçur, gözümü yumub həzlə çeynəyirəm. Qəzadan əvvəlki keçmişimdən nəsə xatirə yadıma salmağa çalışıram. Süfrə arxasında ailəmizi canlandırmağa çalışıram. Qısa və kəsik fragmentlər gəlir, amma onların heç birini tuta bilmirəm. Bu işdən də əl çəkdim. Bütün fikrimi yenidən qızardılmış ədviyyatlı toyuğa cəmlədim. O çox dadlı idi. Buna görə də bugündən sonra qızardılmış ədviyyatlı toyuq Bendi Vue'nin ən çox sevdiyi yemək nominasiyasına layiq görüldü. Artıq toyuq tikələri bitdi. Uzun doğranmış qızardılmış kartof dənələri də həmçinin. Doymuşam. Divanda sərələnib ətrafdakı insanları seyr eləməyə, onları saymağa başladım. 23 nəfər var idi. Daha sonra masalara saydım. 2-ci mərtəbəyə qalxan burulmuş pilləkənin pillələrini belə saydım. Darıxanda mənasız şeylər saymaq kimi vərdişim var. Daha sonra ətrafı nəzərdən keçirməyə başladım. Divarları maraqlı şəkillərlə bəzədilib. İstəyərdim evimin divarlarında da belə şəkillər olsun. Ətrafdakı insanlar arada bir dönüb bizim masaya baxırdı. Billi onları cəlb edirdi. Deyəsən ilk dəfə restorana gedən balıq görürdülər. Məndən 2 stol aralıda bir evli cütlük əyləşib. Balaca uşaq onların stolunun ətrafında ora-bura qaçaraq dövrə vurur. Çox şirin uşaqdır. Onu qucaqlayıb əzizləmək istəyirəm. Uşağa baxıb qeyri-ixtiyari xəyal qurmağa başladım. Yaxınlaşıram uşağa, qucağıma alıram, əzizləyirəm və qaldırıb var gücümlə yerə çırpıram. Stop. Bu nə dəhşətdir, Bendi, dedim öz-özümə. Bu şiddətin hardan ağlıma gəldiyini bilmirdim. Gəl bir də cəhd edək. Yaxınlaşıram uşağa, onun yanaqlarını oynadıram, qucağıma alıram, o isə gülür. Qaldırıb yerə çırpıram və var gücümlə onu baltalamağa başlayıram. Hər tərəfə qan fışqırır. Aman tanrım, dayan. Bu nə axmaq xəyaldır. Bu vəhşilik mənə hardan gəlir axı? Nəysə, bir də uşaqlar haqda xəyal qurmayacam. Bəs başqa nə ilə məşğul olum? Darıxmaq hissi bürüyüb məni.
Billy də ki, nə danışa bilir, nə də oynaya. Bacardığı ancaq bankasında üzə-üzə fırlansın. Önümdəki 3 stol aralıda piştaxtada qoyulmuş planşetlər gözümə dəydi. Piştaxtanın qarşısında 2 dənə stul da var. Aydındır ki, qonaqların istifadəsi üçündür. Tərəddüd etmədən piştaxtaya yaxınlaşdım. Planşetlərdən birini götürüb əyləşdim. Amma onunla nə edəcəyimi bilmirdim. Planşeti əlimdə tutub gözlərimi tavana zillədim. Adətən ağlıma heç nə gəlməyəndə belə edirəm. Ətrafdan qulağıma gələn, lakin elə də məhəl qoymadığım səslərdən bəzi sözlər beynimdə ideya lampasını yandırdı. Bir-biri ilə mazaqlaşan gənclərin dediyi Facebookda taparam, Facebookda paylaşaram kimi sözlər idi diqqətimi çəkən. Facebookun sosial şəbəkə olduğunu və ən çox istifadə olunanlardan olduğunu bilirdim. Amma heç vaxt istifadə eləməmişdim. İlk ağlıma gəldiyində Billy'yə baxıb, bingo deyə qışqırdığım fikir idi ki, mənim Evernestdə aşıq olduğum qızı Facebookda tapa bilərdim. Amma birdən o istifadə etmirsə Facebookdan. Yox, mütləq istifadə edir, etmək məcburiyyətindədir. Niyə axmaq? Qulağımdakı səs. Çünki belə lazımdır. Dərhal Facebookdan qeydiyyatdan keçdim. Amma nə adını, nə oxuduğu yeri, nə də yaşadığı yeri bilirəm. Axtarışa nə yazın? Tfu həyat, mənə çox ağır şərtlər qoyursan. Amma yox, problem deyil. Ben de Wen güclü oğlandı. Bircə milyard istifadəçisi var Facebookun. Hər gün 100 milyon adam axtarsan, maksimum 10 günə bizim naməlum qız əlimizdədir. Bu nə sərsəm fikirlər də ağlıma gəlir. Azərbaycanın cəmi 9 milyon əhalisi var. Onların da çoxu uşaq, bir xeylisi qoca, bir hissəsi iş adamlar, əsas kütləsi də kənd adamlardır. Facebookdan istifadə edən boş bekar gənclərin sayı 300-400 mindən artıq olmaz. Əla. Onların da 150 mini oğlan. 100 mini Ayka. Qaldı 50 min. 4-5 dənəsinə də elə indi baxsam xeyli azalacaq. Ding dong, Bendi, sənin heç bir smart cihazın yoxdur, deyə bir siqnal mənə xəyallar binasının ən yüksək mərtəbəsindən yerə çırpdı. Dərhal planşeti söndürüb əvvəl əyləşdiyim masaya tərəf qaçdım. Billinin bankası qarşılığı qoltuğuma vurdum. Yemək yediyim qabın içində bulaşıb qalmış ketçupa barmağımı batırıb, barmağımı sonra KFC-ni tərk elədim. Ürəyim məndən çox tələsirdi. Sanki əlimdən tutub dartır. Bendi, biraz cəld ol, qaç deyirdi. Deyəsən, mən elə qaçıram axı. Addımlarım yavaş-yavaş sürətlənməyə başlayıb. Nə vaxt qaçmağa başladığımın fərqinə belə varmamışam. Evə çatıb Billini şkafın üstünə qoydum. Çarpayımın üstündən biraz tualet kabinesindən, biraz da zibil qabı əvəzi istifadə etdiyim soyuducunun üst hissəsindən pulları yığıb səliqə ilə bir araya gətirdim. Qapını bağlayıb yenidən evdən çıxdım. Elə qaçmışdım ki, elektron mallar satılan dükana çatdıqda suda boğulur, çıxmış bir təngə nəfəs olmuşdum. Satıcıya sözləmək üçün nəfəsimi dərdiyimdə nəfəs dərhal çıxıb getdi. Sözümü deyə bilmədim. Divara söykənib biraz fasilə verdim. Özümə nəfəsim rahatlananda mənə internetə çıxışı olan ucuz bir telefon vermələrini istədim. Yığdığım pulun qarşılığında ekranı qırıq interneti olan telefon, enerji yığmaq üçün şunur, sim kart, hətta qulaqcıq belə verdilər mənə. Pulu ödəyib dərhal evə qaçdım. Telefon yaxşı ad günü hədiyyəsi oldu mənim üçün. Aldığım gündən bəri hər gün yatmaq fasiləmdən belə kəsərək Facebookdakı insanların profillərini incələyirdim. Bəzən eyni adamlar bir neçə dəfə qarşıma çıxırdı. Amma adamların heç biri o deyildi. Günellər, Leylalar, Fəridələr, heç biri o deyildi. Artıq neçə gün idi ki, telefon əlimdə yuxuya gedirdim. Beləliklə bir ay keçib. Hər gün daha da çox axtarıram. Bəzi günlər işə belə getmədən bütün gecəni axtardım. Təəssüf ki, bir nəticə yoxdur. Amma mən əvəzdən düşmürəm, çünki hələ nəzərdən keçirmədiyim adamlar qalmışdı. Bu gecə Evernestə getmədim. Bütün gecəni axtardım. Əldən düşmüşdüm. Səhərə yaxın gözlərim qaralırdı. İstirahət vermək istədim özümə. Tualet kabinemdəki 4 günc ortasında əyri çat uzanan balaca güzgünün qarşısına keçdim. Güzgüdən öz əksinə baxaraq, burnumun altında pıçıldaya dua edirdim. Tanrı, nə olar mənə başa düş artıq. Bir iş gör artıq. Bir işə yara. Oğlun çətin günlər keçirir. Səndən başqa heç kəsi yoxdur. Ona kömək elə. İndiyəcən heç dua eləməmişdim. Bu ilk dəfə idi. Evernestdə gördüyüm o gözlər həyatıma çox ilk dəfələr gətirmişdi. Belə gözəl duadan sonra ürəyimdə bir əminlik yaranmışdı. Hansısa hiss onu mütləq tapa biləcəyimi deyirdi mənə. Otağıma keçdim. Divarda çəkdiyim rəsmə baxdım. Görərsən, xanım qız, səni tapacağam. Ben Duven qərarlıdır, dediyini eləyər, deyə divarda çəkdiyim rəsmə söz verdim. Telefonu aldım əlimə, daha həvəslə və enerji ilə Facebookdakı adamları yoxlamağa başladım.
Bir işdən əvvəl axır bir nəticə əldə edəcəyimi biləndə daha həvəsli oluram. M hərfi ilə başlayan adlar siyahıdan bir profil mənim diqqətimi çəkdi. Buruq və dağınıq saçları vardı. Dərhal daxil oldum linkə. Aydın olanda ki o deyil, tüpürdüm telefonumun ekranına. Telefonu yatağıma sürtərək təmizlədim və kör peşman linkdən çıxdım. Yenidən eyni enerji ilə axtarmağa davam elədim. Siyahıda insanların şəkilləri balaca yerləşdirilmişdi. Odur ki, adamları rahat seçmək olmurdu. İ hərfi ilə başlayan siyahıda bir şəkil məni sanki qulağımdan tutub özünə tərəf çəkdi. Həyəcanlandım. Dərhal daxil oldum linkə. Evim zirzəmidə olduğundan burada internet dalğası çox zəif idi. Buna görə yükləmə gec gedirdi. Bu müddətdə mən burnumun altında "Nə olar bu olsun, nə olar, nə olar" deyib dırnağımı yeyirdim. Həyəcandan sağ ayağımı sol ayağımın üstünə mindirib ovuşdururdum. Nəhayət yüklənmə sona çatdı. Profil şəklini daha yaxından görmək üçün şəklin üstünə bastım. Şəkli yaxından gördükdə bağırtımdan qulağım tutulacaqdı. O parıldayan, qıyılmış gözlər, buruq havalı saçlar, toppuş yanaqlar və ağzında şirin konfet sorurmuş kimi şirin gülümsəyən dodaqlar. Bu o idi. Əmin olmaq üçün dalbadal bir neçə şəklinə də baxdım. Şəkillərdən biri elə Evernestdə çəkilmişdi. Əmin olduqdan sonra səs-küyüm evi bürümüşdü. Yataqdan yatağa tullanıb qışqırırdım. Billini bankasından çıxarıb şəkilləri ona göstərdim. Gördüm Billi, tapdım. Sənə nə demişdim? Beni dedisə tapacaq, deməli tapacaq, budur. Daha sonra üzümü divardakı rəsmə tutdum. Görürsən, bu oğlan əfsanədir. Heç bir dedektiv romanda heç bir qəhrəman belə çətin tapşırığın öhdəsindən gəlməyib, amma mən deyib qürrələnərək sinəmi döydüm. Bugünə qədər sevinməyin bu dərəcəsinə çatmamışdım. İnsanların son dərəcə sevindiklərindən nə elədiklərini yalnız filmlərdə görmüşdüm və oxuduğum romanlarda canlandırmışdım. Onların bəzisi qışqıraraq "Ura, əla" deyir, bəziləri ağlayır, bəziləri isə heç nə demədən heyvan kimi qışqırırdılar. Amma mən otağımı dağıdıb ora-bura qaçmaqla bir qədər kifayətlənmişdim. Əslində isə qaçmaq istəyirdim. Ayaqlarımın imkan verdiyi son sürətlə qaçmaq. Mümkün olsa, biraz da uçmaq. Hə, mən artıq küçədəyəm. Bütün sürətimlə qaçıram. Sürətin gücündən qarşımda heç nə görə bilmirəm. Külək gözümə vuraraq gözlərimi yaşarmışdı. Birdən qulağımda öz səsimi eşitdim. Axmaq, nə şadlıqdır. Bəlkə o evlidir, bəlkə sevgilisi var. Axı ondan sənə nə ki belə sevinirsən? Sürətim yavaşlandı. Qəfil ayaq saxladım. Əlimi boynumun ardına aparıb yavaş-yavaş qaşımağa başladım. Və nəzərlərimi göyə dikdim. Yox, vecimə də deyil. Bu halda heç nə keyfimi poza bilməz deyib yenidən qaçmağa davam elədim. Amma bu dəfə evimə doğru. Evimə çatıb telefonu əlimə alıb digər məlumatları incələməyə başladım. Billini əlimə götürdüm və bir yerdə baxmağa başladıq. Billi bax, adı İnarə imiş, dedim. Gözəl addır, amma çox uzundur. Adamın nəfəsi kəsilir axıra qədər deyincə. İnar deyəcəm mən. Belə daha qısa və rahatdır. İnar, qapını aç. İnar, qapını ört. Belə daha rahatdır. Bütün məlumatlara baxdım. Mənə əsas lazım olan bir ünvan idi. Əsas lövhədə təhsil aldığı yerin ünvanı yazılmışdı. Tam adı heç vaxt yadda saxlaya bilmədim. Amma əsas mənası Azərbaycan Neft Universiteti ya da Bakı Neft İnstitutu kimi bir şey gəlib çıxırdı. Neft Universitetinin ünvanı üçün çox əlləşməli olmadım. Evimdən o qədər də uzaq deyilmiş. Artıq səhər 11 radələrdir və gəlib çıxmışam Neft Universitetinin köhnə nəhəng binasının qarşısına. Bura mənə tanış idi. Billi ilə ad günümə qeyd elədiyimiz qırmızı KFC restoranı da elə burada idi. Nələrin isə çatışmadığını hiss edirdim. Məgər təhsil müəssisələrinin qarşısında insan izdihamı olmalı deyildimi? Bəlkə mən səhv gəlmişəm. Bəlkə universitet bağlanıb. Bəlkə bazar günüdür. Kütbeyin, bazar günü deyil bugün. Avqustdaydı, avqust. Avqustdayında dərs olmur. Qulağımdakı səs. Başımı eşək başı kimi təsəvvür elədim. Bazar günü olduğu ağlıma gəlmişdi, amma avqust ayı olduğu ağlıma gəlməmişdi. Kör peşman evə yol aldım. Çiyinlərimi sallaya-sallaya evə daxil oldum. Telefondan ayın tarixinə baxdım. Avqustun 17-si idi. Universitetlərin açılmasına 28 gün qalmışdı. Gözlədim. 10 il gözlədikdən sonra 28 günümüzün sonu nazla qəmzə ilə gəlib çıxdı. Evernestdəyəm. Səhər açılan kimi Neft Universitetinə qaçmağa səbirsizlənirdim. Artıq səbir kasam daşırdı. 15 sentyabr 2015 səhər saat 05. Burası yadımda deyil. Neft Universiteti. Səhər saat 6-ya xeyli dəqiqələr qalıb və mən Neft Universitetinin önündə bitmişəm. Səhər açılana qədər gözləyə bilmədim. Hər yer qaranlıqdır, amma göy üzü ağ rəngə boyanıb. Səmada nə günəş var, nə də ay. Deyəsən hansısa biri istirahət vaxtına səhv salıb.
Universitetin böyründə qalın və hündür ağacın altında mavi rəngə boyanmış taxta skamya tapdım. Bura mənim üçün əlverişli yer idi. Universitet binasına gələcək hər kəs buradan keçməli idi və mən rahatlıqla buradan keçən tələbələri analiz edə bilərdim. Vaxt getmirdi. Zaman tanrısı deyəsən bu gün yatmışdı. Sentyabr isti ay olsa da səhər açılana yaxın hava çox soyuq olur. Kapşonuma büzüşüb hələ də gözləyirdim. Bu sarı kapşonumu çox sevirəm. Yay-qış əynimdən çıxartmıram. İşə gecikən günəş də çox keçmədi ki, gəlib çıxdı. Gec doğduğu üçün onu danladım. Bir də belə hallara rastlaşmaq istəmədiyimi qəti şəkildə bildirdim. Heç nə demədən yerini alıb parıldamağa başladı. Yenə də səhər şəfəqinin verdiyi eyfariya üzümdə səbəbsiz bir təbəssüm yaratmağa nail oldum. Nəhayət saat 8 oldu. Saçı kremlənmiş playboylar əllərində maşın açarlarını oynada-oynada gəlirlər. Universitetin birinci günü üçün xüsusi alınmış, əl dəyilməmiş və səliqə ilə ütülənmiş geyimlərinə tez-tez düzən verirlər. Balaca bir güzgüyə bənzəyən nəsə gördükdə alnını qırışdırıb, güzgüyə baxaraq saçlarını düzəldirlər. Öz aləmlərində hər kəsin nəzər nöqtələrdirlər. Biraz kasıb olanlar isə hələ tıxacda ilişib qalıblar. Dərs ilinin ilk gün olduğu üçün hər tərəfdə insan izdihamı hökm sürür. Qızlar elə də gözə dəymir. Saçı kremli playboyların isə gözləri yolda qalıb. Hər kəs öz Madonnasını görmək üçün boylanır. Tək-tük baxımlı qızların universitet binasına tərəf gəldiklərini gördükdə isə özlərinə aid olmayan hərəkətlər çıxarırlar. Bu dəqiqə qızlar ən böyük ehtimalla güzgünün qarşısında bəzənir, hər xırda şeyə əsəbləşir, maşında gözləyən ataları "Ay qız, gəl gedək artıq, gecikirik" deyə qışqırdığında isə "Bir dəqiqə, çıxıram ata" deyə cavab verirlər. Bu saçı kremli ədəbazlar qıraqdan nə qədər axmaq görünsələr də, mən onlardan qat-qat aşağı səviyyədə olduğumu anlayırdım. Onlara paxıllıq edirəm. Səmimi qəlbdən onları baltalamağa hazıram. Onların yerində olmadığıma görə taleyimi günahlandırıram. Axı niyə mən bu xarabada oxumuram? Əgər burada təhsil alanlar sırasından olsaydım, bir gün tələsərək dəhlizdən keçərkən döngədə inarla toqquşardıq. Onun əlindən kitablar tökülərdi. Mənim əlimdə kitablar olmayacaqdı, elmi kitablardan zəhləm gedir. Romanları isə universitetə daşıyan deyiləm. Mən çaşqın halda üzr istəyərdim, o isə narazılıqla "Önəmli deyil" deyər və tökülmüş kitabları yığmaq üçün əylərdi. Mən də əyilib ona kömək edərdim. Kitabları yığıb qurtardıqdan sonra ayağa qalxmaq istədikdə baxışlarımız toqquşar, bir-birimizə vurulardıq. O məni qəhvə içməyə dəvət edərdi. Yox, dayan, qaydalara görə mən onu dəvət etməliyəm. Amma əgər mən dəvət elədimsə, hesabı da mən ödəməliyəm. Bu qəhvə hardan çıxdı axı? Mən ki qəhvəyə nifrət edirəm. Acıdır, dişləri saraldır, aclıq yaradır və sağlamlığa ziyandır. Boş şeydir, ondansa onu gəzməyə dəvət edərdim. Hə, gəzmək ən yaxşısıdır. Hey, Romeo, onun kitabları bel çantasında olacaq olmağına, amma bu ayrı mövzudur. Diqqətli ol, yoxsa ötürəcəksən Juliettanı. Qulağıma öz səsim gəldi. Uzaqdan gələn buruq saçlı qız mənim həyəcanlanmağıma səbəb oldu. İnara çox oxşayırdı. Yaxınlaşdıqca ürəyim içimdə böyüyürdü. Əgər bu inardısa və hər dəfə mənə yaxınlaşdıqca ürəyim böyüyərsə, gələcəkdə qarın boşluğumda yerləşməyəcəyini düşünüb 2 dənə qabırğa alıb taxdırmağa söz verdim özümə. Lakin buruq saçlı qız yaxınlaşıb inar olmadığını anlayanda isə ürəyim deşilmiş maşın təkəri kimi fısıldayaraq boşalıb əvvəlki ölçüsünü aldı. Amma bu dəfə uzaqdan gələn günəş parçasının dəqiqliklə inar olduğunu bildiyimdə, ürəyim boğazımı Monte Cristo'dan qaçmağa çalışan Dantesin qazdığı tuneldəki torpağı eşlədiyi kimi yırtıb bayıra çıxmaq istəyirdi sanki. Qırmızı Ford yolun kənarında dayandı. İnar avtomobildən düşərək sükan arxasında əyləşən, saçları sarı rənglənmiş 50 yaşlarında qadınla sağollaşıb, universitet binasına tərəf addımlanmağa başladı. Əynində açıq mavi cins şalvar və ağ kofta vardı. Ayaqlarındakı ağ Nike-ları ilk dəfə idi geyinirdi deyəsəm. Kitabların doğrudan da bel çantasında idi. Boynundan asdığı normal qulaqcıqdan 10 dəfə böyük olan qulaqcıqları universitet binasına tərəf addımlaya-addımlaya bel çantasına qoydu. Bu qulaqcıqlar qulaq dəliyinə yerləşməsə də, qulağı örtə bilərdi. DJ-lərdə görmüşdüm belələrindən. Əlimdə qəzeti evinizdən götürmüşdüm özümlə ki, birdən gözə görünməməyi tərcih etsəm, sığortam olsun. Taxta skamyada əyləşmişəm. O yaxınlaşdıqca həyəcanım artır. Nədənsə elə düşünürdüm ki, o məni tanıyır və onun üçün burada olduğumu anlayacaq. Gəlib yanıma çatana yaxın qəzeti üzümə tutdum ki, güya oxuyuram. Məni ötüb keçəndən sonra yenidən qəzeti bükdüm və onun arxasınca baxmağa başladım. Ta ki, universitet binasına daxil olana qədər. Evə gəlib olanları Billiyə danışdım. Daha sonra yatağımda uzanıb divardakı rəsmi seyr eləməyə başladım. Növbəti gün yenə eyni şey təkrarlandı. Evernestdən çıxdıqdan sonra əlimdə qəzet Neft Universitetinin qarşısındakı qalın ağac altındakı skamyada əyləşdim. İnarı gözləməyə başladım.
Nəhayət qırmızı Ford gəlib çıxdı. İnar eyni marşrutla addımlamağa başladı. Onu görərkən hisslərim qarışırdı. Qaçıb onu qucaqlamaq istəyirdim. Onun üzündə heç vaxt əksik olmayan təbəssüm məni də heç nədən xoşbəxt edirdi. Mənə yaxınlaşdıqca ürəyimin daha da bərk döyündüyünü hiss edirdim. Onu gördükdə hər kəs yox olurdu mənim üçün. Səsləri belə eşitmirdim. Əyləşdiyim skamyaya çıxmağına bir neçə metr qalmış, nədənsə yenə də özümlə gətirdiyim qəzeti üzümə tutdum. Fikirləşdim ki, birdən elə bilər onu izləməyə gəlmişəm. Bəs nə üçün gəlmisən? Qulağımdakı səs. Sən mumla. Bu ardıcılıq 4 aya yaxın davam elədi. Hər səhər Evernestdən çıxır, yaşlı ağac altındakı skamyada əyləşir, qırmızı Fordun gəlməyini gözləyirdim. Maşından düşən İnar universitetin binasına doğru addımlayır, mən isə heyranlıqla onu izləyirdim. Mənim yanıma çatanda əlimdə gətirdiyim qəzeti önümə tutar və gəlib qabağımdan keçəndən sonra qəzeti büküb qoltuğuma vurub binaya daxil olanacan onu seyr edirdim. Daha sonra daxmama gələr, yatağımda uzanıb divarımdakı İnara baxa-baxa yuxuya gedərdim. Şənbə və bazar günləri isə zamanı qovurdum. Həyatıma bir məna qata bildiyim üçün çox xoşbəxt idim. Ən azından sabahlara bir planım var idi. Və belə sabahların birində İnar mənə yaxınlaşıb məni qəhvə içməyə dəvət elədi. Gözlənilməz oldu, elə deyilmi? Yazdığımı yaşayacağam demişdin, ona görə yazdım. Amma demək olar buna oxşar bir şey yaşadım. Bəzən o gələndə ruhumun bədəmdən ayrılıb ona sarı qaçdığını, onu qucaqladığını görürdüm. Bu dəfə tamam fərqli oldu. Artıq soyuq dekabr ayı idi. Hava Evernestdəki soyuducunun yuxarı hissəsi kimi soyuq idi. Hər kəs qalın geyinib, saçı kremli playboyların qulaqlarının donmasına baxmayaraq, başlarına papaq qoyma fikirləri yoxdur. Düzən vermək üçün bir saatlarını qurban verdikləri saçlarını gizlətmək istəməzlər hər halda. Soyuqdan sümüklərimin titrəməsinə baxmayaraq, yenə də həmişəki sarı kapşonumu geyinmişdim. Kapşonuma bürünüb, sevimli skamyamda İnarı gözləyirdim. Soyuq Bakı küləyi sifətimi deşir sanki. Saqqalım olmasa bəlkə də donacaqdı üzüm. Nəhayət qırmızı Ford gəlib çıxdı. İnar maşından düşdü və həmişəki marşrutla universitet binasına doğru addımlamağa başladı. İnarı görən kimi hava sanki isindi. Onu gördüyümdə nə soyuq hiss edirəm, nə də ağrı. Ürəyimin döyüntüsü az qala uzaqdan seziləcək dərəcədə idi. Onun gözəlliyi mənim beynimi dondurur. Özümdən heç nə anlamırdım, axı mən niyə tanımadığım, bilmədiyim adama qarşı belə hisslər keçirməliyəm? Axı o kimdir? Bütün bunlar niyə belə olur? Mən ondan nə istəyirəm kimi fikirlər İnarın məni məst edən çöhrəsini gördüyümdə buxarlanıb yox olurdular. Sadəcə onu seyr eləmək istəyirdim. Yenə də üzündə həmişəki təbəssüm binaya doğru addımlayırdı. Bu dəfə burnuna qəribə bir dəmir taxmışdı. Adətən gotiklər və rockerlər bu dəmirdən taxırdı. Mənim yanımdan keçərkən qəzeti üzümə tutdum. O isə həmişəki kimi məni ötərək keçdi. İnar keçdikdən sonra qəzeti aşağı saldım ki, onun arxasınca baxım və gördüyüm mənzərə məni diksindirdi. Aldığım nəfəsi verə bilmirdim. Boğazım düyünlənmişdi. Beynim işləməkdən vaz keçmişdi. Nələrin səhv getdiyini anlamırdım. Qəzeti aşağı saldığımda İnarın başımın üstündə gülə-gülə mənə baxdığını gördüm. Burnundan taxdığı dəmiri belə yaxından görürdüm. Gözlərim bərəli, ağzım isə açıq qalmışdı. Bunun halüsinasiya olub-olmadığını yoxlamaq üçün yarıbükülü qəzeti gözlərimi ondan çəkmədən 2 dəfə ayağına vurdum. Bu an İnar qəhqəhə çəkdi. Bəli, bu o idi. Hələ də mənə baxırdı. 4, 5, 6, 7, 8, 9... Saniyələr gedir, amma o hələ də mənə baxırdı. İlk 3 saniyəlik uğurum bu nəticənin qarşısında aciz qalmışdı. Salam, deyə İnar sözsüzlük sükutunu pozdu. Duruxdum, nə deyəcəyimi bilmirdim. Düzdür, artıq salam demişdim, amma instinktiv olaraq. Bunu qeyri-şüuri eləmişdim, amma beynimdə xaos vardı. Salam sözünün etimologiyasından girib orfoqrafiyasından çıxmışdım. Hər gün bəlkə 100 dəfə işlətdiyim sözün birdən səhv deyərəm qorxusu var idi hətta ürəyimdə. İnar yumşaq təbəssümlə gözlərini qıydı və "Kimi axmaq yerinə qoymusan?" sual verən təbəssümlə gülümsəyərək qaşlarını dartdı. Kim? Mən? Kekələməyə başladım. Dilim nəzarətdən çıxmışdı. Gözüm isə gedib gəlib onun burnunun altına taxdığı dəmirə sataşırdı.
Hə, sən. Üzündəki təbəssüm hələ də yerində idi. Dərhal özümü ələ almağa çalışdım. Heç bir səhvim olmadığını özümü inandırıb güvənli şəkildə köks ötürdüm. Mən nə eləmişəm ki, dedim. Bu köhnə məktəbdə xəbərin var, deyə soruşdu. Onun səsi ən gözəl musiqi kimi xoş gəlirdi qulağıma. Saatlarca dinləməyə hazır olduğum bir musiqi kimi. Hə, bilirəm, deyib nəzərlərimi Neft Universitetinin binasına yönləndirdim. Utandığımdan başımı dəvəquşu kimi yerə soxmaq istəyirdim. Əllərimi ilə möhkəm ovuşdururdum ki, az qala dərsi soyulacaqdı. Onu demirəm, əlindəkini deyirəm, deyə barmağı ilə əlimdəki qəzeti işarələdim. Əlindəki qəzetə baxdım. Qəzetə nə olduğunu anlamağa çalışırdım. Görəsən nəyi səhv eləmişəm. Bunu köhnə detektiv filmlərdə edirlər. Əlində qəzet, damağında siqaret, başındakı şlyapası rəngi, geyindiyi uzun plaşın rəngi ilə eyni olan qara eynəkli kişilər kimisə güdürlər. İndi isə dövr dəyişib. Qorxduğum başıma gəldi. Durub qaçmaq istəyirdim, amma əyləşdiyim mavi skamyaya yapışılmışdım sanki. Utandığımdan onun üzünə baxa bilmirdim. Artıq sağa sola baxaraq gözlərimi ondan qaçırırdım. İnar boğazını arıtladı və biraz ciddi tonda sözə başladı. Bax oğlan, sənin hər səhər bura mənə görə gəldiyini artıq bufetdəki kasserimizə qədər hər kəs bilir. Hər səhər qəzet elində bu skamyada oturursan. Mən maşından düşüb gələndə gözlərini mənə zilləyirsən. Mən yaxınlaşdıqda isə qəzeti yuxarı qaldırıb üzünü örtürsən. Mən ötüb keçdikdən sonra qəzeti büküb qoltuğuna vuraraq ardımca necə baxdığını görmək üçün geri dönməyimə ehtiyac qalmır. Çünki universitet binasının giriş qapısındakı çərçivəsindəki güzgü dizaynlı şüşələrindən sənin əksini çox aydın görürəm. Mən binaya daxil olanda isə çıxıb getdiyini ya da mənə söz atan oğlanlarla dalaşdığını görmək üçün də vanq olmağa ehtiyac yoxdur. Hər halda universitet binamız mağara deyil. Onun çoxlu pəncərəsi var və pəncərələrin istənilən birində səni rahatlıqla izləyə bilərəm. Bax belə. Bu sözlər sanki ringdə Mike Tyson idi. Dəmir oğlan bu dəfə də əsəbi idi. Tıxacda əsəbləşib gəlmişdi. Elektrik kimi yumruqları hamısı mənə dəyirdi. Mən isə çarəsizliyin son nöqtəsində idim. Əlimdən heç nə gəlməyəcəyini anlayıb, döyüldüyündə əlindən heç nə... bir də vur deyən çarəsiz adamdakı mazoxizm mənə cəsarət verirdi. Yəqin bu sözləri evdə düşünüb, güzgü qabağında hazırlaşdıqdan sonra gəlib mənə deyirsən. Amma mən hazırlıqsız idim. Bu oyun mənim üçün qəfil oldu və nəticələr sayılmır. Mənə vaxt ver, sənə sabah cavab verəcəyəm. Öz danışığıma özümə təəccüblənmişdim, yəni bu doğrudan da mənəm. İnar isə cavabında ürəkdən güldü. Hə, get məşqələ, siz oğlanlar çox fərsizsiz, dedi. Heç nə demədən ayağa qalxdım. Üzümü çevirib getmək üçün bir neçə adım atanda İnar arxamca səsləndi. Gələn dəfə heç olmasa başqa qəzetlə gəl. Eyni qəzeti oxumaqdan bezmişik. Dekabr ayıdır, amma sən hələ də sentyabrın 14-ü üçün nəzərdə tutulmuş qəzeti oxuyursan. Qəzeti qaldırıb baxmağa ehtiyac olmadı. İlk dərs günü Evernestdən götürdüyüm qəzeti hər gün üstümdə gəzdirirdim. Yenisini almaq heç ağlıma belə gəlməmişdi. Heç nə demədən yoluma davam elədim. Tindən dönən kimi var gücümlə qaçmağa başladım. Bədənimdəki ağır enerji məni boğurdu. Onun qarşısında belə biabır olacağımı xəyal etməmişdim. Yol boyu dəmir Mike məni yumruqlayırdı. Evə çatdım, amma hələ də qəzəbli oğlan məni yumruqlayırdı. Ən axırıncı zərbəsi, siz oğlanlar çox fərsizsiz kimi səslənməli idi və mən bu zərbədən mütləq yayınmalı idim. Yoxsa bu knockdowndan qalxa bilməyəcəkdim və İnarı itirəcəkdim.